2023-cü ildə Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bugün səhər saatlarında edam edilib. Ümumiyyətlə, Tehrandakı səfirliyimizə silahlı hücum təkcə Azərbaycan üçün deyil, bütün dünya diplomatik missiyaları üçün təhlükə siqnalı idi. Bu hadisə sadəcə diplomatik nümayəndəliyə qarşı yönəlməmişdi. Eyni vaxtda beynəlxalq hüququn pozulmasına, dövlət suverenliyinə, Azərbaycan xalqına açıq təhdid idi. Prezident İlham Əliyev terror hadisəsindən sonra səfirliyin fəaliyyətinin dayandırılması və diplomatların geri çağırılması barədə dərhal göstəriş verdi. Bu qərar klassik diplomatik protokollardan daha çox milli təhlükəsizlik və suverenliyin qorunmasına yönəlmiş bir addım idi. Çünki hücum diplomatik toxunulmazlığı pozmaqla yanaşı, Azərbaycanın dövlətçiliyini və vətəndaşlarının təhlükəsizliyini hədəfə almışdı. Prezidentin sərt mövqeyi bir daha göstərdi ki, Azərbaycan dövləti harada və nə zaman olursa olsun öz vətəndaşının arxasındadır. İranda baş verən bu hadisədən sonra rəsmi Bakı dəfələrlə hücumu törədən şəxsin ən sərt şəkildə cəzalandırılmalı olduğunu və bu məsələnin ört basdırı olunmasına icazə verilməyəcəyini bəyan etdi. Bəzi dairələr, xüsusilə İranın daxili siyasi çevrələri terror aktını şəxsi motivlərlə əlaqələndirməyə çalışsa da, Azərbaycan tərəfi aydın şəkildə bildirdi ki, bu birbaşa dövlətin məsuliyyəti altındakı diplomatik nümayəndəliyə qarşı terror əməlidir və hüquqi siyasi nəticələri olmalıdır. Yasin Hüseynzadənin edam olunması bir çox baxımdan son dərəcə əhəmiyyətlidir. Bu, birbaşa Azərbaycan dövlətinin təzyiqi və prinsipial mövqeyinin nəticəsi olaraq baş verdi. Cinayətkarın edamı İran-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Tehran bir növ Bakının prinsipial mövqeyini qəbullandığını və diplomatik normalara hörmətlə yanaşdığını nümayiş etdirdi. Bu, həm də diplomatik arenada Azərbaycan dövlətinin çəkisinin və ciddiliyinin göstəricisidir. Bakının bu hadisədə nümayiş etdirdiyi mövqe Prezident İlham Əliyevin son illərdə apardığı milli suverenliyə, dövlət təhlükəsizliyinə və beynəlxalq hüquqa əsaslanan müstəqil xarici siyasət kursunun davamıdır. İran prezidenti Məsud Pezeşkiyanın hakimiyyətə gəlməsindən və onun Azərbaycana münasibətdə nümayiş etdirdiyi mülayim ritorikadan sonra iki ölkə arasında münasibətlərdə pozitiv dinamika müşahidə edilməyə başladı. Hücumu törədən cinayətkarın cəzalandırılması həm də bu dinamikanın konkret nəticəsidir. Terrorçunun edamı bir cinayət hadisəsinin hüquqi nəticəsi olmaqla yanaşı, eyni vaxtda dövlətin öz vətəndaşına verdiyi dəyərin, liderin siyasi iradəsinin, Azərbaycan diplomatiyasının effektivliyinin və milli qürurun bərpasının təsdiqidir.